Dünən dostum dedi ki, iftardan sonra çay içməyə studiyaya qonaq gələcəm. Kəsmili şirniyyatları çox sevdiyini bildiyim üçün 4 çeşid onun üçün şirniyyat hazırladım. Hər birinin reseptini aşağıda dəqiqliyi ilə qeyd edəcəm. Sabun kəsmikləri çox ləzzətli olur, eləcə də kərə yağları, ona görə bu videoda mənim köməyimə sabun məhsulları çatır. 4 ədəd yumurta ilə 1 stəkan şəkər tozunu qarışdırdım. 1 paket vanil, 2 paket də kəsmik əlavə elədim. 1 ədəd kök, 1 ovuc qoz, 1 stəkan yarım un və 1 paket qabartma tozu. Qəlibimi kərə yağı ilə yağlayıram. Daha sonra mənə belə ballı tort hazırlayanda onun qalıqları var. Onunla belə etdim ki, keks rahatlıqla qopsun. İkinci şirniyyat üçün 3 ədəd yumurtanı 1 stəkan şəkər tozu, 1 paket vanillə qarışdırın. 1 stəkan süd, yarım stəkan duru yağ, 50 ml əridilmiş kərə yağı, 3 yemək qaşığı kakao, 1 paket qabartma tozu, hardasa 2 stəkan yarım da un. Unu az-az əlavə eləyin, sizin ununuza görə miqdar dəyişilə bilər. Ayrı qabda blenderin içərisinə 2 paket kəsmik, 1 ədəd banan, yarım stəkan süd, 1 stəkan şəkər tozu, 3 yemək qaşığı da nişasta əlavə eləyin. Kakao xəmirin yarısını bişirəcəyimiz listə əlavə eləyin. Üzərindən həmin kəsmikli sıyığı tökün. Geri qalan kakaolu xəmiri isə zolaq-zolaq əlavə eləyin kəsmikli sıyığın üzərinə. Üçüncünü də istədim şirniyyat hazırlayayım. Daha sonra dedim ki, bu da atışdırmalıq olsun. 150 qram otaq temperaturunda sabun kərə yağı, 1 yemək qaşığı duz, 2 yemək qaşığı şəkər tozu, 2 paket də kəsmik əlavə elədim. Yarım stəkan duru yağ və alacağı qədər un əlavə etdim. Uşaq əl yapışmayan xəmir olsun. Xəmir yoğurduqdan sonra üzərinə bol çörək otu əlavə elədim. Bəzilərini belə bu formada etdim, bəzilərini isə yumurladım. Üzərinə mütləq yumurta sarısı çəkin. Üzəri qızarandan sonra soba listini söndürün, hələ də içəridə qalsın. Soba soyuyana qədər. Xırçıltılı, duzlu, ləzzətli bir atışdırmalıq olur. Gəlin artıq çay süfrəmizi hazırlayaq. Məndən başqa şirniyyat istəmədi. Dedi, yalnız sənin hazırladığın təamlar olsun. Mənim xoşum gəlir ki, evimə gələn qonaqların ağız dadına uyğun süfrəni hazırlayım. Dostumun da kəsmiyi və kəsmiyə aid olan hər bir şirniyyatı sevdiyini bilirəm. Elə qıpqırmızı çay da dəmlədim. İndi siz qiymət verin. Bu süfrəyə 10 üzərindən neçə xal düşür?